Kiber cinayətkarlar artıq sistemləri deyil, insanlara hədəf alırlar. Bir mesaj, bir link və bir anlıq diqqətsizlik bütün məlumatların ələ keçirilməsinə kifayət edə bilər. Saxta linklər ilk baxışdan anlaşılmaya bilər, lakin əksər hallarda həmin ünvanlarda bir hərf, bir simvol və ya domen adı fərqli olur. Məhz bu kiçik fərqlər istifadəçini aldadaraq şəxsi məlumatların ələ keçirilməsinə yol açır. İnsanlara hədəf alarkən bunlara daha çox saxta linklər vasitəsilə aldatmağa çalışırlar və saxta linkləri də adətən mail vasitəsilə və ya da ki, WhatsApp vasitəsilə, saxta linklərlə rəsmi linklər arasında domenlərə baxdıqda və ya da ki, yəni həmin saytın linklərinə baxdıqda müəyyən hərflərin fərqli olduğunu gözə çarpacaq dərəcədə görmək mümkündür. Göndərilən linkləri analiz eləsinlər və həmin linklərin rəsmi saytlarını tapıb ora daxil olmalarını tövsiyə edərdik. Kiber dələduzlar istifadəçilərdə qorxu, maraq və ya təcili qərar vermə hissi yaratmağa çalışırlar. Hesabınız bloklanıb, mükafat qazanmısınız və ya təcili təsdiq tələb olunur kimi mesajlar da məhz bu məqsədə xidmət edir. Bəs bu zaman nə etməliyik? Saytların adına diqqətlə baxılmalıdır. Saytların başlığında olan HTTP sözünün üzərinə xətt və ya sertifikat xətası olmadığına diqqətlə baxılmalıdır. Və bir də kart ödənişləri zamanı biz 3D SMS kodu təsdiq olunmayan ödənişləri etməməliyik. Əsas istifadə etdiyimiz kartları, maaş kartlarını daxil etməməliyik. Bunun üçün daha yaxşı olaraq əlavə virtual kart və yaxud da istifadə olunmayan bir kart bir dəfəlik istifadə üçün açılsın, sayta əlavə olunsun, pul atılsın karta və alış-verişi aparılsın. Görünür, rəqəmsal dövrdə təhlükəsizliyin əsas şərti yalnız güclü proqramlar deyil. Bəzən ən etibarlı müdafiə sistemi diqqətli və məlumatlı istifadəçinin özüdür. Rüya Salmanova, Zaur Haşimov, Telesəhər.